Bismillahirrahmanirrahim. Hər birimiz bir iş görəndə o işin sonunu fikirləşməliyik. İmam Ali əleyhissalam işin sonunu fikirləşmək barəsində buyurmuşdur. İşlər şübhəli olanda, yəni onların sonunun yaxşı və ya pis olması bilinməyəndə onların, yəni o işlərin yerinə yetirilməsi başlanğıcları ilə müqayisə edilir, tutuşdurulur, ölçülür. Beləliklə, başlanğıcı yaxşı və ya pis olsa, sonu da yaxşı yaxud pis olacaq. Çünki gözəl il baharından məlum olar. Allah Taala bizlərin ömrümüzü baharı gözəl olan illərlə bəzəsin inşallah.